Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün depressiyadan danışacağıq, hansı ki cəmiyyətimizin ən ağrılı mövzusu. Təbii ki, bu mövzu ilə bağlı müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, sosioloq və klinik psixoloq bizim sevimlimiz Kamilə xanım Kazımova. Kamilə xanım, xoş gəldiniz. Təşəkkürlər. Bütün tamaşaçılarımızı salamlayırıq. Çox sağ olun Ülviyə xanım, dəvət üçün. İnanın ki, sevə-sevə gəldim. Çox sağ olun ki, bizi çağırmışsınız və bu gözəl studiyada, bu gözəl insanlarla yenidən bir aradayıq və təbii ki, tamaşaçılarımızla birlikdə. Bəli. Və bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbər. Doktor, siz də xoş gəldiniz. Hər vaxtınız xeyir. Bugünkü gün doğrudan da çox böyük sevincdir. Belə gözəl xanımlarla bugünün bu qədər aktual dünyada ən aktual mövzunu müzakirə eləmək. Bəli, əslində depressiyadan danışmaq üçün elə verilişdən öncə də Kamilə xanım vurğuladı ki, biz negativ yox, pozitiv enerji ötürməliyik. Mövzu özü negativə köklənsə də, amma biz yenə də yaxşıya köklənəcək bizim pozitiv enerjimizin əsasında. Yəni, insanlar əslində bu sözün çəkisindən və adından da qorxmamalıdırlar. Bəzən də bundan da bağlı qorxu var. Bəzən doğru, düzgün diaqnozun təsbit olmadan bu adı özümüzə verdiyimiz anlar da olur. Əslində bunun adı altında nələr yatır, onun fərqində olmadığımız gedişatlar da var. Təbii ki, bugün bu haqda danışacağıq və mütəxəssis baxışından müzakirə etməyə çalışacağıq. Kamilə xanım, depressiya nədir? Niyə depressiyaya biz tutunuruq? Nə baş verir? Buradan başlayaq. Nədən depressiya? Birinci, mövzu üçün sizə təşəkkür edirəm. Elmir müəllim qeyd etdi. Çox aktual bir mövzudur və biz bugün baxsaq ki, cəmiyyətimizdə bütöv dünyada 280 milyonun çox insan depressiyadan əziyyət çəkir və bunun nə qədər böyük bir miqyasda özünü göstərdiyini biz görürük. Amma hələ bu məsələnin bir tərəfidir. Çünki heç də bütün depressiyada olan insanlar hamı mütəxəssisə müraciət etmir. Yəqin ki, Elmir müəllim də bunu təsdiq edər. Elə onunla bağlı da biz çalışacağıq insanları maarifləndirək ki, mütləq şəkildə bunu adi hal kimi qəbul etməsinlər və mütləq mütəxəssisə müraciət etsinlər. Bəli, depressiya nədir? Nədən bunun simptomlarını biz aydınlaşdırırıq? Nədən biz aydınlaşdıraq ki, bəs bu depressiyadadır? İnsanda məyusluq, əhval-ruhiyyənin aşağı olmasa, xoşulan bir məşğuliyyətə baxırsan ki, marağım, zövqüm azaldı. Dünənə qədər mən bu şeyi sevirdim. Tutaq ki, gəlirdim verilişə, özümü xoşbəxt hiss edirdim, amma artıq o xoşbəxtliyi ala bilmirəm. Demək, məşğuliyyət, o gözəllik artıq məni rahatlaşdırmır. İnsanın ən çox bilinən məsələlərdən güc. Artıq görürəm, deyirəm ki, halsızam, gücüm yoxdur, yoruluram, tez yoruluram. Yəni, bax, bunlar artıq insanı depressiyaya aparan yoldur. Özünü qiymətləndirmənin aşağı inməsi, halsızlıq, yorğunluq, yuxusuzluq, yuxuculluq, yəni çoxdur bunlar. Baxır ki, kimdə hansı formada özünü bürüzə verir, kimdə nələr daha üstün şəkildə olur. Amma əsasən, dediyimiz kimi, ən vacib odur ki, əhvalın dəyişir, marağın azalır, heç nə etmək istəmirsən, həyatda artıq reali addım atmaq istəmirsən, biraz öncə qeyd etdiyimiz kimi pozitivə köklənə bilmirsən. Belə deyək də, adından göründüyü kimi də mənfi əhval sanki sənin ruhun çöküb. Deyirsən ki, heç nə etmək istəmirəm, həyatda heç nə gözləmirəm, gələcəyim mənim nə olacaq? Gələcəyimə pessimist baxıram. Hansı ki, biz hər bir insan gələcəyinə optimistcəsinə yanaşmalıdır, inkişafa doğru getməlidir. Amma depressiyada olan insan bunu edə bilmir. Şəxsiyyət daxili konflikt. Yəni, burada depressiyanın yəqin ki, əlamətlərini sayacaq. Çox əlamətləri var və o dediniz ki, nədən tutulur sualına isə bu isə çox böyük bir cavabdır. Biz bunun əlamət və xüsusiyyətlərindən klinik tablosundan sonra təbii ki, buna qayıdacağıq. Nə baş verməlidir ki, insan depressiyaya düşsün? Bu əslində çox geniş bir mövzunun müzakirəsidir. Biz sadəcə depressiyaya qısaca olan morfoloji bir təhlil verdiniz. Bunun xüsusiyyətləri və əlamətləri var. Doktor, başlayaq. Təbii ki, bunlar en qədər saydadır və bunu təbii ki, peşəkar gözü ilə demək lazımdır. Bəzən də, elə Kamilə xanım sizdən istəyəcəm, biz
biz qəm, qüssə, kədərə yoluxmanı depressiya ilə çox zaman qarışdırırıq. Doktor, xüsusiyyətləri və əlamətləri. Məsələn, nələr, hansı göstəricilər bizə əsas verir ki, deyək ki, sən depressiyaya tutulmusan və yaxud da mən özüm artıq depressiyadayam? Demək, Azərbaycanda xəstəliklərin 10-cu beynəlxalq təsnifatı de facto işləyir və burada F32 və F33 kodunda və orada da subkodlar var. Orada cəmlənibdir müxtəlif depressiya diaqnozları. Demək, 6 ay 70, 6 ay 71 isə xəstəliklərin 11-ci təsnifatında, daha müasir təsnifatda gedir. Təsəvvür edirsiniz, hər iki təsnifatda 2 böyük kod və onun da dediyim kimi daha xırda kodlarda cəmlənibdir. Bizim bir depressiya deyib sadəcə üzərindən bizim yox da, yəni də belə deyim, cəmiyyətin, bu camiyyədən, psixoloqlardan, psixoterapevtlərdən, psixiatrlardan kənar insanların sadəcə depressiya deyirlər. Məsələn, mahnılar oxuyurlar, şeirlər yazırlar, amma bilmirlər ki, necə belə küdurətli bir, təhlükəli, ciddi bir məqam var burada. Görün, ona kodlar təkcə bir diaqnozun altında cəmləyə bilməyiblər. Depressiyanın ona görə də əlamətlərindən danışanda, məsələn, təbii ki, bizim hamımızı ən çox narahat edən, çox ağır endogen klinik depressiya ki var, çox ağır formada gedir bu, ağır depressiv tutma epizodları. Bunlar o daha ənənəvi ədəbiyyatda böyük triada deyirdilər ki, düşüncənin ləngiməyi, davranmağın ləngiməyi və ləzzət almaq hissinin, zövqün, maraq, həyatda hamısının onun dəhşətli dərəcədə çökməyi, sönməyi, bu getsə də belə, indi, yəni biz saysaq depressiyanın növlərinə, rekurrent depressiya, siklotimiya, distimiya, ondan sonra bipolar depressiya, yəni bipolar pozuntuda gedən depressiya, unipolar depressiya, yəni o qədər növləri var ki, daha rahat olur biz yola çıxanda bioloji, yəni endogen, daxili səbəblərdən irəli gələn depressiyalar və ekzogen, keçmiş reaktiv depressiya, yəni baş vermiş hadisələr olan cavab reaksiyamız. Bəli, həmişə mən deyirəm ki, pasiyentlərimə də ki, baxın, bəli, sizin ümumiyyətlə emosional pozuntular belədir ki, o ataların sözü var, adamın canı harda inciyirsə elə bilir həyatı o nöqtədədir. Depressiya elə bir əziyyət verir insanlara. Heç vaxtı depressiyada olan pasiyentlərə mən digərlərinin, onun doğmalarına, çevrəsinə üz tutub xahiş edirəm ki, onların şikayətlərini küçümsəməyin. Boş ver, sən güclüsən, bunun öhdəsindən gələcəksən deyirsiniz, siz öz aləminizdə yaxşı məqsədlə bunu deyirsiniz ki, ruh vermək istəyirsiniz. Amma o insanın sanki şikayətini, bəli, küçümsüyürsünüz və o insanda qıcıq yaranır. Yəni, güya o kefindən o vəziyyətdə deyil, o boş verə bilsəydi, o vəziyyətə düşməzdi ki. Ona görə də sadəcə onun yanında olmaq, ona dəstək olmaq və mütləq mütəxəssisə yönləndirmək lazımdır. Çünki depressiya o qədər təhlükəlidir. Bütün böyük faciələr, fəlakətlər, ağır xəstəliklərin hamısının ilkini depressiya. Yəni, və bunu da deyim ki, depressiya təkcə bizim məşğul olduğumuz bir problem deyil. Bütün digər xəstəliklərin tərkibində ağır depressiv pozuntular olur və başlanğıcı da onkologiya, ürək qan damar sistemi xəstəlikləri, dəri xəstəlikləri, yəni onların hamısının içərisində. Ona görə onların bugünkü gün bütün dünyada protokollarda, müalicə protokollarında mütləq şəkildə psixoterapiya, psixoloji konsultasiya, müxtəlif antidepressiv xüsusiyyətə malik müalicə dərmanlarının olmağı ki, antidepressiv dərman preparatlarını ancaq həkim psixoterapevt və yaxud da həkim psixiatr təyin edə bilər. Ona görə ki, depressiyanın o qədər növləri var ki, indi onun haqqında biraz dərman müalicələri danışarıq, ona indi keçid eləmək istəmirəm. Amma bu əlamətlərdən danışarkən bunu da deyim ki, adətən ənənəvi olaraq xəstəliklərin beynəlxalq təsnifatı bizə belə tövsiyə edir ki, 2 həftə bu saydığımız şikayətlər davam eləməlidir ki, diaqnoz qoyursun. Amma burada mən bir şey deyim ki, bəzən elə bir ciddi
formada başlaya bilər ki, depressiyanın tutması, dediyim kimi çox ağır növlər var. O elə qısa müddətdə də o dəqiqə pasiyentə o diaqnozu qoyub təcili və təxirə salınmaz yardım göstərmək lazım olur. Və yaxud da rekurrent depressiya əslində çox 2-3 gün də hər ay belə davam eləyə bilər. Ona görə də bəzən insanlar elə bilirlər ki, internet portallardan, saytlardan nəsə oxuyub diaqnoz qoya bilərlər. Yox, əzizlərim, onların diaqnozunu, onu aydınlaşdırmaq, anlamaq üçün illər gedir o üzrə təhsil almağa. Ona görə mən deyirəm ki, dünyasında hər bir sənət öz-özlüyündə gözəldir, amma gedirlər kardioloq, nevroloq, yəni onlar bu sahədən baş çıxarda bilməz. Onların C kodu ilə gedən nevroloji xəstəliklər ayrıdır. Nə panik atak, nə panik pozuntu, nə təşviş həyəcan pozuntusu, nə depressiya, nə OCD, heç biri ora aid deyil. Yəni bu çox və bugünkü gün ən geniş yayılmış depressiyanın, Kamilə xanım da yəqin mən fikrimi dəstəkləyər. Siz də hər ikiniz gözəl, dəyərli mütəxəssis olaraq fikrimi təsdiqləyirsiniz ki, ən geniş yayılmış depressiyanın növləri atipik depressiyadır və maskalanmış depressiyadır. Hansı ki, əlamət tamam başqa şeydir. Adamda depressiya var, amma zahirən depressiv xəstənin pasiyentin tam əks siması var onda. Depressiya var ki, bir dənə əlamətlə həddən artıq yeyib, artıq çəki götürməklə özün biruzə verir. Depressiya var ki, ancaq cinsi fəaliyyətin pozulmağı ilə özün biruzə verir. Gülərək, danışaraq da depressiya edən insanlar var ki, yuxu pozuntusu ilə ancaq özünü biruzə verən insanlar var. Uzanır yatmağa, beyninə o fikirlər axını gəlir. Filan şey belə olmamalıdır, bəhmən şey belə olmamalıdır. O dediyimiz o negativ fikirlər gəlir, yata biləcək insan və diaqnoz depressiyadır və yaxud da uşaqların depressiyası ümumiyyətlə tamam başqa əlamətlərlə özünü biruzə verir. Qida pozuntuları, dərs mənimsəməsi düşür aşağıya, məktəbdə problem yaşayır. Ona görə vacibdir ki, profilaktik psixoloq, psixoterapevt müayinəsində olmaq lazımdır. Yəni, qərb ölkələrində inanın ki, o artıq çoxdandan qızıl bir qanundur ki, onlar mütləq profilaktik məqsədlə özləri də, evladları da daim müayinələrdə olurlar ki, vaxtında bilinsin, vaxtında kömək olunsun və bu diaqnoz çox çətindir. Yenə deyirəm, indi mən onu gələn dəqiqələrdə hamı tamaşaçılarımız diqqətlə baxsınlar ki, Kamilə xanım bizim dəyərli mütəxəssisimiz bir yerdə danışacağıq ki, nələrdən qorxun, nələrdən çəkinin, müalicə, onun konsultasiya, seanslar, nələr, necə olacaqdır, diqqətlə dinləsinlər. İnşallah onlara da toxunarıq. Bəli, əslində mövzu çox genişdir və toxunacağımız hissələr də o qədər çoxdur ki, zamanı nə qədər yetəcək ki, biz də o qədər çalışırıq. Kamilə xanım, hansı əlamətlər başlanğıcdır? Onu zamanında qarşısını alsaq, demək olar ki, bunun heç ağırlaşmış dərəcəsindən şahid olmuruq və hansı, belə deyək də, necə dedik, bəsitliyindən ötüb keçər. Bu hər kəsdə olur, kimi əlamətlərə çox adi yanaşsaq və burada onun ardıca hansı əlamətlər depressiyanın ağır bir yoluna, belə də bir istiqamət alır. Hansı əlamətlər, bax, biri özünün ardıca bir-birinə aparır. Buradan istəyirəm başlayaq. Elmir müəllim çox gözəl vurğuladı, Ülviyə xanım saydı onları. Mən elə birinci oradan başlamaq istəyirəm. Kədər və depressiya. Yəni, bu günləri mənim həyatımda bir situasiyadan, mən onu demək istəyirəm, bəli, insanlar kədər, qüssə, qəm, bu hissələri kimlənsə kiçicə bir konflikt yaşadı, doğmanı itirdik, işdən ayrıldıq, ümumiyyətlə bir hadisə etdik, sonradan özümüzə bağışlaya bilməyəcək bir durum yaşadıq. Bütün bunları nədənsə Kamilə xanım, biz depressiyadayam deyə özümüzə diaqnoz qoyuruq. Buna görə bunların tam ayırt etməsi üçün sizin bir yanaşmanızı istəyəcəm. Buyurun. Təşəkkür edirəm. Çox maraqlı və mən elə gəlir ki, tamaşaçılarımız üçün də vacib olan bir məqamdır. Çünki hər kəs mən depressiyadayam deyə düşünə bilər kimsə fərzdir. Sizin dediyiniz məsələlər varsa və yaxud da ki, Elmir mənim gözəl vurğuladı, maskalanmış depressiya ola bilər və insanın heç özünün xəbəri yoxdur. Danışır, gülür, amma deyir ki, yorulmuşam, özümü yorğun hiss edirəm, somatik simptomlarla. Çünki maskalanmış depressiya ən çox somatik simptomlarla müşahidə olunur və ona görə də insanlar onu çox vaxt aydınlaşdıra bilmir. Belə ola bilər, amma kədər depressiyadırmı? Gəlin bunu deyək. Kədər mütləq depressiyaya aparacaqmı? Mütləq insan kədəri varsa, ağır bir sarsıntısı varsa, mütləq mi depressiyaya gedəcək? Yox. Bu mütləq depressiyaya getməyə bilər. Gedə də bilər. Ola bilər ki, insanın burada
fərdi psixoloji xüsusiyyətləri var. Hadisənin insan üçün əhəmiyyətlik dərəcəsi var. İnsanın hadisəyə baxışı var. Bax, biraz öncə biz efir öncəsi bir söhbət etdik. Orada gördünüz, biz belə dedik ki, hadisəyə necə baxırsan? Hadisə var ki, çox kiçik bir hadisədir. Mən onu böyüdürəm və günlərlə mən o fikirdən çıxa bilmirəm və bir gün baxıram ki, həyat mənim üçün yavaş-yavaş nədirsə mənasızlaşır. Və başlayır, tutaq ki, başlanğıc başlayır, artıq məni aparmağa doğru gedir və mən fərqində olmuram və bir gün görürəm ki, artıq mən sosial cəmiyyətdən uzaqlaşmağa başlayıram. Heç yerə çıxmaq istəmirəm, özümə qapanmağa başladım, heç bir şeylə maraqlanmıram. Demək ki, mən depressiyaya girirəm. Ona görə də birinci o insanın dediyimiz kimi necə onu dözümlü öyrədiblər. Mən həmişə deyirəm ki, çalışaq ki, evladlarımızı kiçik yaşlarında iradəli olmağa öyrədək. Hər çətin iş olan kimi geri çəkilib ona məğlub olmaq yox. Hadisə nə olmasının asılı olmayaraq biz buna öyrəşməliyik. Adaptasiya olmalıyıq. İnsanın ümumiyyətlə adaptasiya qabiliyyəti insanı depressiyadan uzaqlaşdırmağın ən yaxşı yoludur. Yaxşı adaptasiya, yəni yaxşı uyğunlaşma. Nə mənada? Uyğunlaşma deyil ki, sadəcə mühitə uyğunlaşmaq yox. Hadisə nədirsə, Allah uzaq eləsin, bəli, doğmalarımızı itiririk. Yəni həyatda da və ona biz alışmalıyıq, öyrəşməliyik, qəbul etməliyik. İnsanlar nə qədər çox reallığı qəbul etməyi bacaracaqsa, nə qədər düşüncə ilə yanaşacaqlarsa və pozitivə köklənməyi bacaracaqlarsa, bunu edəcəklər. Kimsə deyə bilər ki, dillə çox asandır, yəni bunu demək. Bəli. Mən bunu real situasiyadan keçib gəlmiş, birinci deyək də, öz üzərimdə bunu yoxlamış insan kimi deyə bilərəm. Bu mümkün olur. Ona görə o da kədərlisənsə, niyə kədərlisən? Kədərdən necə qutaracaqsan? Kədərdən çıxmağın yolu nədir? Yox, əgər sən daha da kədərə girəcəksənsə, sən depressiyaya doğru yol açmış olacaqsan. Və burada qeyd etdi Elmir müəllim, bəzi ola bilər ki, doğrudan da insan doğmasını kimisə itirsin həyatda. Gənc xanım öz sevgilisini itirdi birdən-birə. Ya dünyasını dəyişdi, ya onunla münasibəti dayandı və bunda artıq həmin anda intihar düşüncələri yarandı. Belə anda bu depressiv vəziyyətə birbaşa girdi. Bunu belə demək olar, istisnalar qaydanı pozmur. Bəli, xəstəliklərin beynəlxalq təsnifatında XBT ona görə 11 də artıq bizdə hələ tam təsdiq olunmayıb, amma demək olar ki, Elmir müəllim burada qeyd etdi. Bunlar var, orada da qeyd edilir ki, 2 həftə müddətinə qədər. Bunlar ümumi ham üçündür, yəni ümumi aspektdə. Amma istisna ola bilər ki, kimsə bu ola bilər və onu oradan həminən qaytarmaq lazımdır ki, o gedib çatmasın. Hansı ki, bu da tam peşəkarlara bağlı bizim hər iki telefon xəttində tamaşaçılarımız gözləyir. İcazənizlə, əgər icazə verirsə biz tamaşaçılarımızı dinləyək. Axşamınız xeyir olsun. Buyurun, bəlkə onlara bir faydamız toxunar deyə bu mövzu ilə bağlı. Buyurun, eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir. Xanım, bizim bir xəstəmiz var. Deməli, bu adam bütün keçmiş, belə götürək, dostlarından, ətrafından, hamıdan imtina edib, heç kimi qəbul eləmir, yalnız bir nəfərdən başqa heç kimi qəbul eləmir, ailə üzvlərini qəbul eləmir. Bütün ətrafını və ailə üzvlərindən imtina edir. Yaş neçədir? 25. 25 yaş və hər şeydən də iyrənmə məsələsi var, düz anladıqsa. Etibar eləmir, artıq heç kimə, yəni, belə də, yəni. Şübhəcilik yaranıb, şübhə. Bəli, şübhəli, çox şübhəlidir. Şübhəlilik, özdə şübhəni də belə yarandısa, o artıq onu şübhə kimi baxır, o artıq onu olmuş bir hadisə kimi baxır. Yəni, bilmir, tutaq ki, bu olub da, mütləq deyir ki, o olub ki. Onu inandırma olmur ki, o olmuyor. Sonra özünə gələndə deyir ki, bilirəm, o ola bilməz. Amma mən onu özümü inandıra bilmirəm ki, o yox. Mənə elə gəlir ki, bu olub. Yəni, bu hadisəni eləmişsən, burada bunu bura qoymuşsan ya, bunu buradan götürmüşsən. Mən bilirəm ki, sən götürməlisən onu. Ağlıma gəlsə, deməli, mən sənin boynunda olmalıdır. Yəni, bunu inandırmaq olmur ki, olmayıb. Yəni, o deyilirsə deməli olmalıdır.
Suallarınız yoxdursa bu haqda Tam biraz tamaşaçımıza. eşidə bilmədim. Siz tam eşidirdinizmi? Bir dənə sual verək ki, onu ayrılmamış da telefon zəngindən ki, ailə üzvlərinə qarşı bax o şübhənin, o neqativ fikirlərin ünvanı ailə üzvlərinə yönəlibmi? Bəli, Elmir bəy. Çox kəskin. Ailə üzvlərinə tutulurlar kəskin. Şübhəcilik, inamsızlıq ailə üzvlərinə. Təşəkkür edirik zənginizə görə. Yetərincə bunu cavablandırmağa və izahını verməyə çalışacağıq. 25 yaşlı bir gəncin düşdüyü durumdan gedir söhbət. Buyurun, siz cavab verin. Buyurun, xahiş edirəm. Buyurun. Kamilə xanım. Demək, burada yoldaş yəqin ki, telefon xəttinədir. Təşəkkür edirik müraciət üçün. Orada sadəcə imtina dedi də, biraz səs zəif gəlir də, imtina belə başa düşdüm də, ailə üzvlərindən. 25 yaşında gəncin ətrafındakı insanlardan və ailə üzvlərindən imtinası və şübhə hissinin olması, inam hissinin. Demək, burada obsessiv kompulsiv pozuntu. Və bir də bütün hər şey qarşı iyrənc hissin əlamətləri var və onda şübhəlilik də oradan yaranır. Yəqin ki, ola bilər ki, insanın beyninə, nədir bu obsessiv kompulsiv pozuntu? İnsanın beyninə müəyyən fikirlər gəlir, obsessiyalar gəlir, düşüncələr gəlir ki, fərz edək, filan kəs mənə filan şey edəcək və hərəkətlər formasında onu həyata keçirir. Artıq tutaq ki, ailə üzvləri haqqında şübhəlilik yaranıbsa, o şübhəliliyi həyata keçirmək fikirləşir ki, bunlardan uzaqlaşım. Və yaxud ki, dostlarımdan uzaqlaşım. İndi bilmirik, yoldaş bizə dediyim ki, bəli, psixiatra müraciət edib mütləq şəkildə psixiatra müraciət etməlidir ki, hadisə, yəni o nə qədər ki, ağırlaşmayıb, indi Elmir müəllim də bunu qeyd edər, bunun sonu, yəni biraz şübhəlilik, ciddi bir məsələdir. Niyyəsi aydınlaşdırılmalıdır, hardan yarandı, nədən yarandı, ümumiyyətlə irsi faktorda varmı, irsiyyətdə bunlarda başqa qoşa gedən hansısa bir xəstəlik varmı və bu duran yerdə mi olub, yaşı 25 yaş dedi, cavan da, yəni bu yaşlarda da müəyyən xəstəliklər ola bilər, bəli, ona görə də müəyyən xəstəliklərin artımı ola bilər və bunu aydınlaşdırıb endogen, eksogen faktorları, yəni mühitdənmi, irsiyyətdənmi, ətrafında olanmı, hansısa bir qəfil hadisəm olub, nədən olub və ilk dəfə, birinci dəfə mi baş verir və nədən sonra ailə üzvlərindən uzaqlaşmaya başladı. Bunlar hər tərəfə kompleks şəkildə aydınlaşdırılmalıdır və təbii ki, tibbi şəkildə konkret psixiatrın diaqnozu qoyulmalıdır. Mən bunu bir daha təsdiq edirəm. Bəzən bu psixoloqun diaqnozu deyil. Konkret aydınlaşdırıb hər tərəfli müayinədən keçməli və qoyulmalı ki, böyük ehtimal ki, yəni bu məsələlərdən dolu idi. Orada obsessiya mütləq şəkildə var. Hələ qoşa gedən bəlkə hələ başqa bir şeylər də var ki. Bir neçə pozuntunun vəhdəti var ki, burada. Buna görə də ilk olaraq psixiatra müraciət edin. Əgər əlaqə saxlasanız, biz də sizə bu işdə yardımcı ola bilərik. Kamilə xanım çox gözəl deyir ki, orada obsessiv element orada var, depressiyanın elementi də varsa da, amma bu tamam başqa bir prosesin də, yəni bu elementlərin arxasında paranoya filan, ona görə də ətraflı müayinə eləyib sonra diaqnozu biz dəqiq deyə bilərik. Mümkünsə əlaqə nömrələrimizi götürün. İnsanı görmədən demək olmaz. Bəli, müayinəyə gəlməyiniz. Çünki simptomlar amma bir məsələ də var ki, əgər bir insan bunu düşünürsə və etdiyi durumla özünü heç bir formada təbii ki, bu psixoloji pozuntuya sahibəm deyəcək, düşünməyəcək, onu elə həkimə gətirməyin özü də bəlkə 3-cü, 4-cü bir problemdir ki, o da artıq ciddi bir problemdir. İyrənməyinə görə gətirə bilərlər də. O iyrənmək faktoru varsa, onun özü konkret olaraq. Biz növbəti tamaşaçımızı eşidəcəyik, amma cavabını reklam fasiləsinə sonra verəcək, çünki reklam fasiləsinə ayrılmalıyıq. Bizi bayaqdan gözləyir telefon xəttinə tamaşaçımız. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Mən ilə də danışım. Bəli, canlı efirdəsiz. Buyurun. Axşamınız xeyir. Ekspertlərimizi də salamlayıram. Biraz ucadan mümkünsə televizorun səsini azaldaq. Uca səsindən xahiş edirik. Kamilə xanımla deməli Elmir bəyə də salamlayıram. Deməli, məndə indi mənim yaşım 56-dır, amma mən əskəridə olarkən onurğamdan zədə aldım, deməli 20 yaşında zədə aldım və bu günə qədər də mən o zədə ilə də yaşayıram
Və mənə elə gəlir ki, məndə proseslər ondan sonra başladı. Bu bütün əsəb sistemin pozulması, bax bu bütün depressiyadır, nevrosiya. Neysə 97-də mən qeydiyyata götürdülər məni, müraciət elədim. Nə diaqnozla qeydiyyata götürdülər sizi? Yox, qeydiyyata götürmədilər. Mən prosta müraciət elədim. Onlar başladılar mənə dərmanlar yazmağa belə 97-də. 97-dən ta 2005-ə qədər, 2005-də mənə diaqnoz qoyuldu nevrosteniya. Amma bu nevrosteniya var məndə, əsəbilik var, amma bəs məndə qorxu, həyəcan, necə deyək, darıxma, sıxılma, ağlama. Bax, bəs bunlar başqa əlamətlərdir. Başqa əlamətlər bunlardır. Yox, yəni deyirəm ki, o nevrosteniya ilə bitmir də sizin şikayətlərinizdə başqa əlamətlər məndə şübhə var ki, burada bir nevrosteniyadır. Bəlkə nevrosteniyadır, görür, mənə yüngül diaqnoz qoyulub. Yəni, mən də əlilliyə görə demirəm, mənim onsuz da əlilliyim var. Mən o başqa bir xəstəliyə görə. Yəni, mən dəqiq bilmirsəm ki, məndə bax bu proses nədir, paniyataktırmı, hansıdır? Yəni, cəbəci fikirlər gəlir adama, qorxu, nə bilim, belə həyəcan, sıxılma, nə bilim, anam yadıma düşür, qardaşım yadıma düşür. Onlar rəhmətə gediblər təbii ki. Onlar yadıma düşür, ağlayıram. Yəni, bu axı normal deyil axı. Nə qədər bu normaldır belə. Biz təşəkkür edirik, çalışacağıq sizin bu mövzunuzla bağlı, sualınızla bağlı biraz geniş danışaq, amma bizim reklam fasiləmiz var ki, mütləq reklam fasiləsinə keçid almalıyıq. Fasilədən sonra sizin suallarınızı cavablandıracağıq. Reklam fasiləsi. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz depressiyadan danışırıq. Kəmlə xanım, tamaşaçımızın sualı reklam öncəsi cavablandırmada qaldı. Təbii ki, dinlədiniz. Bəli. Çox sağ olsun sual verdiyi üçün. Çalışırıq cavablandıraq. Düz başa düşdümsə, insan dedi ki, hər hansı bir problemdən sonra və bunda darıxmalar olur və s. Darıxmalardan danışırsa, yəni burada artıq depressiv əlamətlər görünür. Ümumiyyətlə, insan nəsə darıxırsa və heç nə çatışmırsa, nəsə çatmır, nəsə aydınlaşdıra bilmir və demək ki, o daxilində bir narahatlıq var. Ruhun narahat olmağı, gərgin olmağı bunun əlamətidir. Sonra yoldaş belə anladım ki, dedi ki, 20 yaşında hərbi xidmətdə zərbə alıb, zərbədən sonra narahatçılıq, gərginlik yaranıb. O gərginlik ola bilər ki, təşviş, həyəcan var, narahatçılıq var. Məncə bu mütləq şəkildə mütəxəssisə müraciət etməli, bununla müəyyən testlər aparılmalı və buna konkret diaqnoz qoyulmalıdır ki, bunda depressiya fonunda bunlar baş verir. Yoxsa ayrıca panik atak özü bir ayrıcadır. Böyük ehtimal ki, zədə olubsa elə, ola bilər ki, onun paniki daha güclüdür, gərginliyi daha güclüdür. Bu hansı səviyyədədir? Və yaxud da ki, depressiv əlamətlər nə vəziyyətdədir? Çünki biz depressiyanın yüngül, orta, ağır formada depressiyalar var. Bunları da mütləq şəkildə diaqnoz qoyulanda psixiatr tərəfindən, klinik psixoloq ona təklif edilən diaqnoz qoyacaq, testləri apara bilər və təxmini deyə bilər ki, bu nə ola bilər və onlarla o götürüb psixiatra müraciət edə bilər və psixiatr konkret olaraq diaqnozu qoya bilər ki, sizdə yüngül, orta, ağırdır. Çünki tutaq ki, 2 əlamətdirmi, 4 əlamətdirmi, məsələn, depressiyanın əsas əlamətlərindən və əlavə əlamətlərindən olmalıdır və onlara görə də diaqnozlar təyin olunur ki, burada depressiya hansı vəziyyətdədir? Bəlkə elə təzə başlayıb sadəcə olaraq və yaxud da ki, insanda illərcə bu gedirsə, çox böyük ehtimal ki, orada hələ araşdırsaq başqa bir şeylər də var. Tamaşaçımız xəttə deyil, biz ona sual verərdik ki, həyata münasibəti necədir, gələcəyə optimist yanaşa bilirmi, özünü qiymətləndirməsi necədir, o deyir, anam üçün darıxıram və s. üçün, kim üçünsə darıxıram, şəxsiyyət daxili konflikt deyirlər buna, nəyi istəyir, nəyi istəmir, onda necə vəziyyətdədir, ətrafa insanlara münasibəti necədir, insanlarla danışa bilirmi, həyata marağı, zövqü necədir, hansı işlə məşğul olur, onu bilmirik, işləyirmi və işlədiyi
işlədiyi işə marağı varmı, gücü tez düşər, nə demək, tez halsız olurmu, yorğun olurmu? Yəni burada görürsünüz əlamətlər çoxdur deyə bunun hamısını aydınlaşdırmalıyıq ki, nə vəziyyətdir və yaxud da ki, mövsümi depressiya var, depressiya növlərindən biridir. Ola bilər ki, payız vaxtı bunda bu daha çox artır. Bu sadəcə mövsümi xarakter daşıyır. Və yaxud da ki, yayda ola bilər ki, artır, hər hansı bir gəzməyə getmək istəyir, gedə bilmir və yaxud da ki, başqa bir nədirsə planlarını tam həyata keçirə bilmir. Bundan bağlı yaranır. Yəni görürsünüz ki, çoxdur bu növləri də çoxdur və depressiyanın hansı növünə doğru bu gedə bilər, hansı növü bu özünü göstərə bilər və yaxud da dediyimiz kimi obsessiv kompulsiv pozuntusu mu var, bəlkə o istiqamətdə daha çox dəqiq aydınlaşdırmaq lazımdır. Yəni bax, bunlar var deyə dediklərindən yəni depressiya əlamətləri biz aydınlaşdırdıq. Amma xəttdə olarsa biz daha çox nələrsə soruşub, daha məlumat, informasiya verə bilərik. Bəli. Doktor, o diaqnozun qoyulması fonunda gedən başqa gedişatlar artıq əsas verir ki, başqa ikincili və üçüncülü pozuntu və xəstəliklər gedir, deyilmi? Bəli, bilirsiniz, indi bu görün üzərindən neçə il keçdi, birazdan 20 il olacaqdır. Bəli, yoxsa hətta, yəni demək istədiyim odur ki, bəlkə də nə vaxtsa nevrosteniya olubdur. Bəli. Amma bir məsələ də var ki, orada orqanik proses də ola bilərdi nevrosteniya ilə bəlkə səhv qoyublar. Çünki adamın ciddi travması olubsa, çünki travmadan sonra biz bilirik ki, o orqanik proseslər də nevrosteniyaya bənzər klinika ilə gedə bilər. Amma fakt ondan ibarətdir ki, bu illər ərzində yəqin ki, düzgün psixoterapevtik müalicə aparılmayıbdır. Ona görə də nəticə etibarı ilə görürsünüz ki, əlavə simptomlar. Biz çox gözəl bilirik ki, ümumiyyətlə istənilən vəziyyətə var ilkin diaqnoz. Sonradan daha araşdırılır, daha dəqiq bir diaqnoz qoyulur. Və bundan da əlavə əsas diaqnozla yanaşı paralel gedən əlavə diaqnozlar da var. Ola bilsin ki, bəli, nə vaxtsa sırf nevrostenik əlamətlər olubdur, ancaq doğru düzgün psixoterapevtik müalicə aparılmadığına görə faktiki bugünkü gün ola bilər onda depressiv təşvişli pozuntu belə bir diaqnozumuz var. Ola bilsin o da onda, ola bilər ki, bir neçə yanaşı gedən diaqnozlar hər bir halda ətraflı müayinə olunmalıdır, düzgün müalicə alqoritmi seçilməlidir, lazımdırsa düzgün bir dərman preparatı və yaxud da elə dərman preparatı olmadan da müalicə oluna bilər. O vəziyyətdən asılı da onu faktiki olaraq pasiyenti dəyərləndirib bir nəticəyə gəlmək mümkündür. Yenə də danışmağımızın fonunda ilk olaraq duracaq yeganə bir şeydir ki, biz mütəxəssisə müraciət etməliyik. Çünki bu gedişatlar günü-gündən ağırlaşan və bizi daha çox incidən başqa problemləri öz ardınca gətirməsin deyə mütəxəssis istiqaməti yönəlik gedişat ən uğurlu seçimdir, zaman itirmədən. Çünki bu formada yaşayanlar, Kamilə xanım, bəlkə də hər gün o insanların əleyhinə işləyir. Bilirik ki, ildırım sürəti ilə artıq bir təşvişin və qorxu içində yaşayan insanın ardınca nə qədər xəstəlik gələ bilər, biz bunun fərqidir və bunun fonunda ciddi tibbi və bioloji xəstəliklər özü belə yarana bilər ki, biz hansı ki, bugün onlardan danışırıq. Bəli, əlavəniz varsa. Çox istəyirəm. Bəzən insanlar, indi bu yoldaşda hər hansı bir zədə olub, Elmir mənim qeyd etdiyi kimi, ola bilər ki, orqanik proses artıq orada gedib. Amma bəzən insanlar depressiya ilə doğulur. İnanın, o risklə doğulur. Çünki atada varsa depressiyanın... İrsi keçmə faktoru. Əlbəttə ki, atada varsa, anada varsa, yəni qohumlarda varsa, xüsusilə birinci dərəcəli qohumlarda, bu ola bilər ki, o faktorlarla doğulsun. Endogen faktorla doğulursa, depressiya riskindən doğulursa, bir balaca nəsə lazım ki, bu depressiyaya düşsün. Xüsusilə də qeyd edildiyi kimi illər keçib, görün nə qədər il keçib və bu insanların tək bu yoldaşın fonunda, bu timsalında yox, ümumiyyətlə mən demək istəyirəm ki, depressiyadan çalışmaq lazımdır ki, vaxtında xəbər tutulsun. Yəni, vaxtında bilinsin ki, bu insanda varmı? Yəni, o insanlar onu xof kimi yox, reallığı bilmək daha yaxşıdır, vaxtında üstünə düşmək daha yaxşıdır ki, məndə bu əlamətlər varsa, nə qorxmaq lazım deyil. Bəzən mütəxəssisə müraciət etmirlər və deyir ki, keçib gedəcək. Mən üzümü tuturam insanlara, artıq bu təcrübəmizdən irəli gələn bir məsələdir. Və bəzən görürsən ki, valideyn müraciət edir və artıq dediyimiz kimi baxırıq ki, təklif edilən bir diaqnoz kimi deyirik ki, bunu aparın psixiatra müraciət etmək lazımdır. Yəni, bunda depressiv əlamətlər görünür. Valideynlər biraz bəzən ona ya
biraz öncə Elmir müəllim çox gözəl qeyd etdi. Ya belə qəribə baxırlar ki, mənim uşağımda depressiya var və yaxud da ki, depressiya fonu qalır. Ola bilməz. Bəli, ola bilməz və yaxud da ki, adi qəbul edirlər. Deyir ki, siz Allah görün, onun tutaq ki, başqa bir məsələ ilə də bağlı gəlib, məlum olub ki, depressiyadır. O depressiya məsələsi qalır, yəni əsas kimi yox. Deyir ki, o birisi məsələni görün, həll edə bilirsiniz. Deyirsən ki, yəni əlaqələrlə biz heç nəyi həll etmirik. Biz pasiyentin sadəcə olaraq hansısa o potensialını üzə çıxardırıq, nəyisə araşdırırıq. Qərardır və s. bunlar pasiyent özü verir təbii ki. Amma burada isə biz onu demək istəyirik ki, əgər bu insan depressiyadadırsa, depressiya fərzilə insan abituriyentdir, tutaq ki, imtihana hazırlaşır. Və burada insanda depressiv vəziyyət varsa, bütün kognitiv proseslərə zərbə vurur. Yəni onun diqqətidir, hafizəsidir, təfəkkürüdür və s. Bu dərsə yönələ bilməyəcək, konsentrasiya, diqqətin mərkəzləşməsi, dərsə qulaq asa bilməyəcək, dərs yadında qalmayacaq, fikri dağılacaq və yaxud da ki, maraq zövqün azalması var axı, depressiyanın əsas əlaməti. Dərsə marağı azalacaq, zövqü istəməyəcək, insanlarla görüşmək istəməyəcək, dərsə getmək istəməyəcək, evdən çıxmaq istəməyəcək və istər-istəməz o birinci tərəf həll olunmalıdır ki, sonra məsələn ikinci tərəf olsun. Və ona görə mən istəyərəm ki, bu maariflənmə çox keçsin ki, valideynlərimiz ümumiyyətlə depressiya nədir deyəndə sadəcə depressiyada keçib gedəcək, düzələcək, heç nə olmayacaq. Yox, depressiya ağırlaşa bilər. Depressiya illərlə gedə bilər, maskalamış depressiya formasında keçə bilər. Dediyimiz kimi artıq onu somatik vəziyyətinə gətirib çıxara bilər ki, insan bütün gün yorğun olsun, halsız olsun. Ya çox məsələn iştahlı, ya da iştah yoxdur. Ya çox həddindən artıq yatmaq istəyəcək, ya görəcəksən tamam, deyəcək, yuxum yoxdur, yata bilmirəm. Həddindən artıq özümü narahat hiss edirəm. Həyat mənim üçün maraqsız gəlir. Mən xatırlayıram, bir dəfə çox-çox illər qabaq mənim bir abituriyentim var idi. Gəlib düşmüşdü depressiya vəziyyətinə və müraciət edəndə deyirdim ki, narahat olma, instituta qəbul olacaqsan, təzə danışırdıq hələ, yəni görüşə gələndə. Deyirdi ki, nə olsun ki, qəbul olacam? Deyirəm ki, institut qutaracaqsan, nə olsun ki, qutaracam? Filan olacaq, nə olsun ki, fikir verin. Yəni, bunun üçün həyatda heç nəyin marağı yoxdur. Sən kim olursan ol, heç nə yoxdur. İnsan adətən həyatda arzularla yaşayır da, düzdürmü? Bu arzu bitir, o birisi gəlir, gözəl bir söz var, hərəkət, hər şey, məqsəd heç nə. Yəni, biz bu arzuya çatana qədər bütün gücümüzlə çalışırıq. Bu arzuya çatdıqsa, bu arzu bizim üçün adiləşir, geçtat tamamlanır və yerini verir yeni bir arzuya. Bu cürdə həyat maraqlı olur insan üçün. Amma bu insanlarda artıq həyat dayanıb. Artıq irəliləyiş yoxdur və bir nöqtədə dayanıb, nə olsun ki, nəyi əldə edəcəm, nə olacaq ki. Bax, bunları insanlar bilsin ki, və depressiyanın müalicəsinin də olduğunu bilsinlər. O terapiyada gözəl bir söz var, deyirlər ki, depressiyaya müraciət edən insanlara, deyirlər ki, həm yaxşı xəbərim var sizə, həm pis xəbərim. Yaxşı xəbəriniz nədir, pis xəbər nədir? Deyir ki, depressiyadasınız. Bəs yaxşı xəbər nədir? Depressiya müalicə oluna bilər. Endogen depressiyadırsa, irsi faktorlu depressiyadırsa, burada biraz çətinliklər yaranır, təbii ki. Onu da yenə də bütün gücümüzlə elə dayanmalı deyil ki, yox, bu mümkünsüzdür. Mən bir dənə tamaşaçılarıma bir söz demək istəyirəm ki, həyatda həmişə hər şey optimist yanaşsınlar. O dediyimiz kimi, biraz öncə qeyd etdik ki, qayda istisnalar qaydanı pozmur, düzdürmü? Və düşünək ki, hətta deyilsə belə ki, hər hansı bir xəstəlik olsun, depressiya olmasın, fərqi yoxdur. Ki, lap dedilər ki, yox, bunun müalicəsi yoxdur. Hər şey mümkündür həyatda. Yəni, insan istəyəcəksə, bəli, yetər ki, istəyir, kainat ona verəcək, inanın ki, verəcək. Bəli, hər zamanda mən də vurğulayıram ki, bir şeyə nail olması üçün bəlkə də bizə yetər ki, onu o qədər iddialı formada istəyək. Bizim növbəti ikinci reklam fasiləmizə keçid alırıq. Reklam fasiləsindən sonra növbəti müzakirəmiz, hətta artıq depressiyanın müalicə metodu, terapiya üsulları və ən əxsus bu diaqnozu kim qoymalı, nə qədər zaman təyin olunmalıdır ki, keçməlidir ki, biz məhz depressiv durumdur və bu diaqnoz tam təsdiqini alıb deyə bilirik. Bu mövzu haqqında danışacağıq. Reklamlar. Reklam fasiləmiz bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, bugün biz depressiyadan danışırıq. Telefon xəttində tamaşaçımız bizi eşidirsə, eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Xeyir olsun. Axşamınız xeyir. Hamınızı salamlayıram. Mən həyat yoldaşıma görə zəng vurmuşam. 53 yaşı var. 2022-ci il noyabrın 4-ündən
belə birdən-birə halı dəyişdi. Əvvəllər həyəcan, təşviş vardı. Hal-hazırda o deməli ancaq halsızlıqla bütün günü uzanıb yatmaq istəyir. Bəli. Neçə ildir müddətdir, aylardır, illərdir? Çox təəssüf olsun ki, telefon xəttində problem yaşandı və əlaqə kəsildi. Həyat yoldaşı ilə bağlı məsələ, halsızlıq və özünə qapanma, daim yatmağı daha çox seçməsi. Məncə noyabr dedi, düz eşitdimsə. Yox, 2012 dedi. 2012, hə, nəsə səs zəif gəlir. Amma əsas odur ki, o elə bir əlamət bəs elədi onun deməyindən. O dedi ki, bütün günü yatır, məncə belə bir söz işlətdi. Halsızlıq. Bəli, halsızlıq. Düzdür, biz indi burada insanı görməmişik. Konkret onu deyə bilmərik ki, dediyimiz kimi depressiyanın özü də adi bir şey deyil ki, birbaşa deyəsən ki, bəli, falan tamaşaçımız telefon xəttinə qayıtdı. Tamam, sizin fikrinizi biz sona qədər dinləyək. Telefon xəttinə problem yaşandı. Buyurun. Deməli, yoldaşımın 53 yaşı var. 53 yaşı var. 2022-ci ilin noyabrın 4-dən onun halı dəyişdi. Bir toya getdi, gəldi, ondan sonra halı dəyişdi. Müxtəlif həkimlərə müraciət eləmişəm, psixoterapevtlərə. Müxtəlif dərmanlar qəbul edib. Hal-hazırdakı vəziyyəti belədir ki, halı yoxdur. Heç bir iş həvəsi yoxdur. Yiyəndən sonra halı dəyişir, ancaq uzanmaq istəyir. Bəs diaqnoz nə qoyublar ona dərman yazarkən? Müxtəlif diaqnozlar qoyublar. Axırıncı həkim deyir ki, depressiyadır, diprazinlə Deplaron yazdı. Onu da 6 ayda qəbul edildi. Problem olmaz ki. Biz dərmanların adını çəkməyək, diaqnozu soruşuruq. Diaqnoz olaraq hansı diaqnoz təsbit olunur? Dedilər, depressiyanın bir halıdır. Depressiyanın əlaməti olaraq diaqnoz qoyulub. Bəli, depressiya cavab vermək istəyirsiniz. Buyurun, təşəkkür edirik. Biz cavablandıracağıq. Təşəkkür edirik. Təşəkkür edirik tamaşaçımıza. Mənə də elə gəlir ki, orada depressiya var. İndi ola bilər ki, insanı görəndən sonra bir söz işlətdi ki, yemək yeyəndən sonra bir söz işlətdi. Yəni, onu da aydınlaşdırmaq lazımdır. Bəlkə bunda ikili gedən başqa bir problem var. Yaş da elə yaşdır ki, biz bilirik ki, 50 yaşdan sonra ümumiyyətlə insanlarda müəyyən hər hansı bir xəstəliklər ola bilər. Vacib deyil olsun, qətiyyən. Heç kəs belə düşünməsin. Sualı verin. Bəli, yəni vacib deyil olsun, amma ikili bir xəstəlik də gedə bilər. Amma depressiya əlaməti var. Niyə var? O insan bütün günü deyir, yatır və halım yoxdur. Depressiyanın əsas əlamətlərindən biri halsızlıq. Tez-tez olan halsızlıq, tez yorulma, güc tükənmə və bu əlamət var və buna görə də bunu tam olaraq depressiyanın testini aparmaq lazımdır bu insanla. Bütün o suallar verilməlidir və baxılsın ki, depressiya hansı formadadır? Depressiyanın əsas əlamətlərindən bunda hansı var? Əlavə əlamətlərindən hansı var? Və yaxud da ki, hansı depressiyanın yüngül formadır, ağır formadır, hansı formadadır? Və yaxud da ki, ola bilər ki, maskalanmış depressiya nə vaxtsa da olub bunda və indi təzədən orada distemiya forması, yəni təkrarlanır depressiya. Yəni, hansı formadadır? Yəni, uzun müddətli mi davam edir? Bəlkə elə dediyimiz kimi distemiya da artıq müəyyən bir müddətdə bu davam edir. Hər bir halda mütləq şəkildə yoldaş psixiatra müraciət etsinlər, yoldaşını apara bilər və psixoterapevtə paralel müraciət etsinlər. Çünki, bəli, 3 il müddətində həyat yoldaşı deyil, müraciət eləmişik, diaqnozda qoymuşuq. Düz demir. Məsələ ondan ibarətdir ki, Azərbaycanda ən azı hüquqi cəhətdən biz bilirik ki, o dedi çoxlu sayda psixoterapevt, Azərbaycanda çoxlu sayda psixoterapevt yoxdur. Azərbaycanda çoxlu psixiatrlarımız var, bəli, savadlı, gözəl psixiatrlarımız var, amma çoxlu sayda ola bilsin ki, hətta mən ehtimal edirəm ki, çox psixoterapiya seansları ilə müalicə görməyibdir. Ancaq elə dərmanlar yazılıbdır. Bəli, Elmin müəllim çox haqlı vurur. Davam edirsiniz? Yox. Demək, burada Ülviyə xanım mütləq şəkildə tamaşaçımız eşitsin. Psixiatrla bərabər psixoterapiya getməli. Niyə getməlidir? Ona görə ki, məni yəqin ki, bizim həkimlərimiz də eşidir, hər kəs eşidir. Hər bir xəstəliyin bir səbəbi var, düzdürmü? Hətta somatik xəstəliklərin özü belə çox vaxt aydınlaşdırır ki, psixoloji problemlərdən dolayı gəlir çıxır. Ona görə də o insan o problemləri danışmalıdır. O problemlər nədən qaynaqlanır, nə vaxtdan qaynaqlanır
səbəb nədir, nə üçün bunda bu cür təzahür edib, bunlar aydınlaşdırılmalıdır və insanda ola bilər ki, hansısa keçmişdən gəlmiş və yaxud bugündən gəlmiş, hansı travmalar, psixoloji travmaları var, o travmalar üzə çıxmalıdır və sonra isə travmalara qarşı ola bilər ki, elə bir şey var ki, bir itkisi olub həyatda, tutaq ki, və hansı bir yaşam tərzi olub, biz bilmirik onu. Bunlar aydınlaşdırılmalı və lazım gələrsə, ya hadisəyə münasibəti dəyişməlidir, yaxşı terapiyalar var, onlardan istifadə edərək və yaxud da ki, o psixoloji travmaları aradan qaldırmaq lazımdır. Mütləq şəkildə. Ondan sonra inanın ki, mən əminəm ki, o xanım çox yaxşı bir şəkildə, rahat bir şəkildə həyata qayıdacaq, öz işinə qayıdacaq. Çünki belə insanlar olur həyatda və çox yaxşı ki də bugünkü gündə də öz işlərindədir, vəziyyətdən çıxa bilirlər. Amma çalışsınlar o vəziyyəti daha da ağırlaşdırmasınlar. Mütləq şəkildə onu psixiatrlarımıza müraciət etsinlər. Tam doğru vurğulursunuz Kamilə xanım. Bizim növbəti tamaşaçımız da telefon xəttindədir. Bir məsələyə məndə daha çox təəccüb yaratdı. Baxın, 3 il ərzində dərmanların sadəcə qəbulu ilə, əgər buna depressiya qoyulubsa, bu psixoterapiya seansı və terapiya üsulu olmayıbsa, bu necə bu sağalma və müalicə gedə bilər, doktor? Burada seans terapiyanın ümumiyyətlə biz qəbul edib və düşünmürük və unuduruq ki, əslində psixoloji xəstəyə yoluxan insanlar paralel yürüməlidirlər. Bu seanslar və terapiyalar dərman, medikal müalicə ilə paralel getməsə, heç bir formada nəticə ola bilməz. Çünki bütün psixoloji pozuntular, problemlər, xəstəliklər adından da bəlli olduğu kimi insanın psixi sferasına bağlıdır və orada psixoterapiya olmadan necə ola bilər? Çünki psixoterapiya əsas müalicə üsuludur. Dərman isə paralel və bir çox hallarda sadəcə fəsadı aradan qaldırmaq üçün verilir. Və elə fürsətdirsə tamaşaçı zəngindən öncə müalicəsi haqqında danışaq, yoxsa sonra danışaq müalicəsi haqqında? Zəngimizi alaq, zəngimizi eşidək, sonra artıq biz hələ zamanımız var, danışacağıq müalicə necə gedir və hansı səbəblər bizi birbaşa depressiyaya düşməyə, birbaşa deyərdik ki, bunu doğru sürükləyir. Bu haqda da danışacağıq. Eşidək tamaşaçımızı. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. Xanım, mənim nəvəmin 27 yaşı var. Birinci kursdan, indi ikinci təhsildədir. Birinci kursdan onda elə bir ki, baş gicəllənmələr hiss edilirdi. Belə də fikirləşdik ki, yəqin pritamileynidə, daha doğrusu yorğunluqdandır. Gec yatırdı, imtihana hazırlaşırdı. İndi neçə illik keçib üstündən 4 il bir kursda oxuyub, indi də ikinci təhsildə 3-cü kursdadır. Baş gicəllənmələr yenə ara bir onda özünə göstərir. Bir də əsas məsələ yemək yeyəndən sonra bu uşaqda ürək döyüntü əmələ gəlir. Mən onu evdə biraz karvalol, valiran, belə verirəm, ürək döyüntü sakitləşir. Bu nə əlaqədar ola bilər? Kimə müraciət eləməliyəm? Çox xahiş edirəm sizdən, həkimimiz bir aydınlıq gətirsin, bir istiqamət versin, hansı həkimə yönəlməliyəm, nə etməliyəm və nədən əmələ gələr bu, nə ola bilər? Təşəkkür edirəm. Ümumiyyətlə, heç həkim müayinəsində olublarmı? Bir dənə soruşun, zəhmət olmasa. Heç ümumiyyətlə, hər hansı bir həkim müayinəsində olublarmı? Xeyr. Olmayıb, müraciət olunmayıb. Mən bir sual verə bilərəm. Bəli, buyurun. Bəli, siz xəttdən ayrılmayın, sualımız var. Təşəkkürlər zəngin üçün. Xanım, evladınız dediniz ki, birinci kursda oxuyur da, deyilmi? Xeyr, birinci təhsilini, indi ikinci təhsildədir. İkinci ali təhsildə? Bəli. Neçə yaşı var? 27 yaşı var. 27 yaşı var. Belə bir sual verim. Onun yeməklə bağlı, ümumiyyətlə hansısa bir yeməklərlə bağlı narahatçılıq olub bu nə vaxtsa? Baş gicəllənmə ola bilər ki, başqa somatik problemlər də ola bilər. Amma psixoloji aspektdən təşviş ola bilər, təşviş həyəcan ola bilər. Onlar da yəni verə bilir. Panik ataklar da ola bilər. Yəni onda hansısa bir qoşa gedən psixoloji problem olub indiyə qədər? Hansısa narahatçılıq olub? Xeyr. Heç bir vaxt? Xeyr. Adi sakit hallarda da görürsünüz ki, məsələn, evdə yemək pişirir, özü üçün yemək institutdan gəlir, istirahət günü evdə olur, harasa gəzməyə çıxır bayra, bir yerdə olur da, deyir ki, elə bir yüngül bayra, başım yenə gicəlləndi. Bax, belə hallar olur onda. Bilmək istəyirəm, nədən ola bilər onda? Təşəkkür edirik zənginizə görə. Qeyd etdiyimiz kimi, yəni ola bilər ki, narahatçılıq, daxili bir narahatçılıq olsun, nəsə, artıq yavaş-yavaş üzə vursun. Çünki təşviş həyəcanlarda bəzən insanlar
yəni aydınlaşdıra bilinmir, nədən olduğu bilinmir də. Təşviş bizdən gəlir və bunlar da baş gicəllənmə verə bilir. Məsələn, indi bunu həkimlərə desək, qan azlığı falan da deyə bilərlər. Onların hamısı yoxlanılmalıdır. Sonra isə paralel şəkildə psixoloq tərəfindən araşdırılsın, psixoterapevt tərəfindən araşdırılsın ki, onun əsas bunlar, suallar verilsin hamısında ürək döyüntüləri nə vaxt artır, hansı haldan gəlir, yəni konkret, məsələn, ola bilər ki, yeməklə bağlı hansısa bir problemi var, o fonda gəlir bunun ürək döyüntüsü. Çünki ürək döyüntüsü əgər həmişə normaldırsa və birdən yemək yedikdən sonra artırsa, dediyimiz kimi, ya bu ola bilər hansısa bir somatik problem olsun. O somatik problemlər aydınlaşdırılandan sonra, əgər orada heç bir şey yoxdursa, mədədə və s. də, amma mənə elə gəlir ki, burada hansısa bir psixoloji problem var. O psixoloji problem bir tərəfi hansısa qida ilə bağlıdır və ola bilər ki, onun hansısa qidadan ya narahatçılığı var, ya ürək döyüntüləri onu təsir edə biləcək hansısa bir qorxusu var. Ola bilər ki, bu üzə çıxmayıb və onu başlayır narahat etməyə. Mən belə düşünürəm. Ona görə də indi yenə də insanı tam görmədən, tam aydınlaşdırmadan 100% biz deyə bilmərik. Amma böyük ehtimal ki, bax, bu məsələlər var. Sadəcə tam dəqiq diaqnoz yox, biz fərzilər üzərindən danışırıq. Onu da nəzərinizə vurğulayaq ki, çünki pasiyenti görmədən biz tam təsbiti diaqnozu da qoymaqla, yəni canlı efirlə o təsbiti də verməkdə qərarlı deyilik. Doktor, əlavəniz varsa, yoxdursa bizim növbəti tamaşaçımız var. Yox, var, xeyr. Növbəti tamaşaçını eşitməyə hələ bu cavablandırım icazənizlə. Baxın, tamaşaçının özünün dediklərini bir daha təkrarlayım. Demək, indi 27 yaş var uşağın, uşaq da deyilik, artıq yetkin insanın. 10 il bundan qabaq, 17 yaş olanda birinci dəfə təhsilə hazırlaşarkən o, həmin o yorğunluğu müşahidə eləyiblər və elə hesab eləyiblər ki, sadəcə yorğunluqdur. Halbuki sadəcə yorğunluq belə bir şeydir ki, insan gedir istirahət eləyəndən sonra keçib getməlidir. Və istəyirəm burada elə bütün tamaşaçılar bilsin ki, bizdə xroniki yorğunluq sindromu deyilən belə bir diaqnoz var. Yəni bu artıq bir problemdir və onu biz peşəkar olaraq müalicə eləməliyik. Və prosesin üstündən belə başa düşdüm ki, 10 il keçibdir və hələ də o problem öz həllini tapmayıbdır. Üstünə gələk, əlavə yan yenə də illər keçdikcə mən həmişə deyirəm, öz-özünə bir kif yaranır, bir toz. Heç nə öz-özünə düzəlmir, təəssüf ki. Bütün tamaşaçı zənglərində də görürük ki, illər keçdikcə düzgün müalicə olmadığına görə artır. Yeni əlamətlər qoşulur, yeni simptomlar qoşulur və nəticə etibarilə dediyiniz həmin o qida ilə bağlı da əlavə bir simptom da peyda olubdur, əmələ gəlib. Və ən təhlükəli məqam nədir? Ən təhlükəli məqam odur ki, demək, ikinci ali təhsilə gedib o insan. Amma hətta birinci ali təhsildən qabaqki problemini amma həll eləməyibdir mütəxəssislə. Ruslar samoliçeniya, özünü müalicə. Elə görürsünüz, nənəsidir dedi, yoxsa anası deyir, elə özüm o dərmanı verirəm, bu dərmanı verirəm. Bu qətiyyən olmaz. Bəlkə də elə bu fəsadlar özünüzün verdiyiniz dərmanlardan yaranıbdır. Çünki həkimin təyinatı olmayınca dərman vermək qəti qadağandır tibbin bütün sahələri üçün deyirəm. Hər dəfə vurğulayırıq ki, özümüz körtəbii üsulda, qəti formada bu dərmanlar qəbulunu nə istifadə etməyək, nə övladlarımıza bunu verməyək. Fikriniz tamamlandısa, doktor, tamaşaçımızı eşidək, bayaqdan bizi gözləyir, bəlkə ola bilsin, önəmli bir məsələ ilə bağlı ola bilsin. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Xanım, mən yoldaşımda depressiyadır, demək ona depressiv fobik nevroz həkim qoymuşdu da diaqnozuna. 2009-cu ildən bu narahatçılığı var, qorxu var, həyəcan var, bax belə, müalicə də alır, bir müddət sonra təzədən bir də başlayır. Belə bir narahatçılığı var. Siz müraciəti nevroloq etmişsiniz, düz anladım. Nevroloq da müalicə eləyib, psixoterapevt də olubdur. Olar sual verim. Hamısı yazıblar. Xanım, bax yoldaşınız dediniz 2009-cu ildən xəstələnib. İndi 2025-ci ildir. Bu hardasa 16 ildir gedir. Və 16 ildir deyirsiniz ki, psixoterapevtə müraciət eləmişsiniz. Neçə seans götürüb psixoterapiya? Terapiya götürmür, ancaq... Xanım, bəs onda niyə deyirsiniz psixoterapevtə müraciət eləmişik? Əgər o terapiya götürməyibsə, demək o psixoterapevt olmayıbdur.
İndi ola bilsin ki psixiatr yanında qəbulda həkimləri Ancaq psixoterapevt dərman. olaraq Yenə də xanım qəbul gəlmişik edib. Bəli, demək, ola bilər ki, sizi yanlış yönləndiriblər. Psixoloq da ola bilər, bəlkə klinik psixoloq da ola bilər xanım. Yox, Sadəcə bizdə seans hələ bunları tam götürmür. ayırd etmək də doktor hələ tam bilmirik ki, psixiatra hansı xəstəliklə müraciət edir, psixoterapevt nə kimi sahə üçün mövcuddur və psixoloq hansı bir sahənin öhdəsinə. Bəzən də tamaşaçıları da qınamıram, çünki o qədər zəif maariflənmə gedir doktor. O qədər meydan boş qaldıqca bu haqda anlayışı olmayan insanlar o boşluğu yanlışlıqlarla doldurdular ki, zamanında bu insanlar artıq çaşqınlıq içində qalıblar. Depressiya nevroloqmu müalicədir, psixiatrlıqmı, psixoterapevtlikdirmi, psixoloqdurmu? Və yanına getdikləri həkimlər də düz yönləndirməyir. Problem odur, tamaşaçı onu bilməyə bilər. Ona görə də illərdir ki, o əziyyət davam edir doktor. Mən hər zaman deyirəm ki, düzgün, peşəkar, mütəxəssisə yönəldikdə Kamilə xanım vurğuladığı kimi müalicə olunmayan xəstəliklər bir hardasa istisna çıxmaqla təbii ki, o zaman insan aciz qalır. Yəni müalicə olunmayan xəstəlik yoxdur. Yetər ki, zamanında və doğru, düzgün mütəxəssisə müraciət edək. Nə edək ki, yanlış istiqamətlərə gedilib illərə bağlı əziyyət yaşanır. Yenə də bunun əziyyətini pasiyent və valideyn, övlad, bir ailənin üzvləri yaşayır. Çox təəssüf. Bəli, artıq görür neçə ilə söykənir. Niyə yaranır? Biz bunun sualını hələ də efir başlayır. Mən hər dəfə istəyirəm verim tamaşaçılara biraz hörmətsizlik olmasın deyə artıq müdaxilə etmək istəmədim. Yaranma nə baş verməlidir ki, həyatda biz birbaşa depressiyaya düşək? Həyatda icazə verin o xanıma bir dənə qısa bir söz deyim, olarsa əgər. Xanım mütləq şəkildə Elmir müəllim qeyd etdiyi kimi psixoterapevtə və psixiatrə birlikdə müraciət etsin və onun aradan qaldırılmasına kömək edəcəklər. Elmir doktora siz müraciət edin, mən daha çox onu məsləhət görürəm, o yetər. Bir tərəfli etməsinlər qətiyyən. Bir tərəfli bunu etmək olmaz. Çünki bir tərəfli edəcəksə daha da uzanacaq. Bugün vəziyyət budursa, səhər tutaq ki, ağır depressiya formuna gəlib çıxa bilər və istəmirəm efirdən onları deyim, daha negativ fasadlara gəlib çıxa bilər. Gözəl sual verdiniz. Nədən yaranır? Niyə yaranır depressiya? Depressiyanın yaranma səbəbləri deyərdim ki, sonsuzdur. Mən çalışacağım onları qısa bir şəkildə deyim. Bəli, birinci endogen, eksogen faktorları var, irsiyyət mühit faktorları var. Bunlardan biraz qısa dedik biz. İrsi faktor aydındır və eksogen, yəni mühitdən yaşadığımız, mühitdən gələn nə ola bilər? Ola bilər insanın yaxın doğma adamının itirilməsi, insanın işinin itirilməsi. İnsanın, mən bir məsələn deyim, buna çox adam əhəmiyyət vermir ki, yəni bundan da depressiyaya insan düşə bilərmi? Bəzən yox deyə bilməmək, hər kəsi xoş etmək. Yəni, sənə hər kəs deyir ki, filan işi görə bilərsənmi, mənə bu kömək edə bilərsənmi, bunu edə bilərsənmi? Və mən fikirləşirəm ki, yox, mən yox desəm, inciyəcək, filan kəs inciyəcək və sonda nə baş verir? Sonda bütün yük yığılır üstümə. Artıq o informasiyadan mən əziyyət çəkirəm, stresə düşürəm və stresdən gəlir düşürəm depressiyaya. Mən bəli, hamıya demişəm ki, edəcəm, vaxt azdır və hər şeyi etməliyəm, vaxtı çatdıra bilmirəm. Bəli, lazım gələndə, lazım olan yerdə yox deməyi də bacarmaq lazımdır. Bax, bunu mən insanlara deyirəm, mütləqdir bu. Tam razıyam. Yəni, hər kəsə yox, təbii ki, elə bir şey var ki, bəli, yox deyib, hə deyib, sonra o prosesi, o gərginliyi yaşayıb, mən hər hansı bir xəstəliyə düşəcəmsə, və mən düşünüb bu başdan kiməsə, yəni, yaxşı bir şəkildə yox deyirəm, yəni birbaşa yox deməyə ehtiyac yoxdur. Sonra ola bilər ki, insanın bəzən görürsən ki, hər hansı bir işdə işləmək istəyirsən. Məsələn, gənclərdə depressiyanın yarandıran ən çox səbəblər. Ali məktəb qutarırlar, hansısa bir yaxşı işləmək istəyirlər. Mən deyirəm ki, hər kəs istəyər ki, yaxşı işdə işləsin. Biz də institut qutarmışıq, başlamışıq çox sadədən. Biz birbaşa deməmişik ki, hər şey olsun. Amma bəzən gənclər bunu istəyir, bu da bunlarda depressiya yarada bilər. Sevdiyi insana çatmayan, sevdiyi ilə ailə qura bilməyən, və o sevgidən ola bilər ki, elə bir sevgi yaşayıb ki, onu heç cür unuda bilmir və o unutmamaqdan dolayısı bu adam bütün günlər düşünür, hətta başqa bir qoşa xəstəliklər də yarana bilir depressiya fonunda.
bu insan depressiyaya düşə bilər. Özünə bunu dərd edər. Mən ona görə biraz öncə dedim ki, hər şeyi biraz başqa cür, fərqli yanaşmalıyıq ki, daha rahat olaq. Bəzən insan görürsən ki, qarşısına bir məqsəd qoyur, bu məqsədə çata bilmir, hansısa özündən asılı olmayan manilərlə qarşılaşa bilir və bu manilərin içərisində qalır. Hətta maraqlı bir nəzəriyyə var, mən də bir məqalə yazıram, o nəzəriyyə mənim çox xoşuma gəlir, öyrənilmiş çarəsizlik. Siz ada baxın, öyrənilmiş çarəsizlik. Selig Məbonun əməkdaşları tərəfindən aparılıb bu. Demək, baxıblar ki, itlər üzərində də bunu təcrübə aparılır və insanlarda da təbii ki, bu belədir. Bəzən olur ki, hər hansı bir nəyisə artıq ha edirik, düzəldək, ailədə də ola bilər, işdə də ola bilər, hər yerdə ola bilər bu. Yəni, yaşadığımız bir ortamda və görür ki, bunun ötəsindən gələ bilmirik və sonra biz onu öyrəşirik. Biri var ki, öyrəşirsən, sadəcə olaraq qəbul edirsən və onu özünə dərd etmirsən, sözün əsl mənasında. Amma biri də var ki, öyrəşirsən və onu bütün günü kədər kimi yaşayırsan və hər gün negativ emosiya fonunda o belə bir söz var, sanki biraz qocalırsan və onu içivə dərd edirsən və bir gün görürsən ki, artıq sən sadəcə yaşayırsan da, yaşamaq xatirinə yaşayırsan və öyrənilmiş çarəsizlik sənin depressiyanın dibinə salıb. Bax, buradan da depressiya yaranır. Dediyimiz kimi, mövsümi depressiyalar var. Payızı ola bilər, yayı ola bilər. Təəssüf ki, vaxtımız azdır. Bunların hamısını ayrı-ayrı. Efirimizin bitməsinə az sayılı dəqiqələr var. Hətta tamaşaçılarımız da telefon xəttindədir. Yəni, bunların hamısı yarada bilər insanda depressiyanı. Biz tamaşaçımızı son olaraq eşidək, sonra Elmir doktora müalicə haqqında soruşacağım ki, bizim qorxduğumuz depressiya müalicə olunmur faktı nə dərəcədə doğrudur? Buna aydınlıq gətirəcəyik. Qısaca olaraq eşidək sizi son tamaşaçımız olaraq. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir xanım. Axşamınız xeyir. Mən sual vermək istəyirəm həkimə. Deməli, məndə həyəcan, təşviş, qorxu, narahatçılıq, gərginlik olur. Belə olan kimi də təzyiqim yüksəlir. Evdən təkcə çıxa bilmirəm. Tək bir yerə gedə bilmirəm. Həmin anlar, həmin o hal baş verəndə. Özümü çox pis eləyirəm. Bilmirəm, nevropatoloqlarda çox olmuşam, çoxlu antidepresan içmişəm, psixologda da olmuşam. Bir müddət keçir, təzədən yenə başlayır, bilmirəm nə edeyim. Neçə seans keçmişsiniz siz? Psixologda bir dəfə bir seans olmuşam, psixiatrda da olmuşam, ən çox da nevropatologda olmuşam. Çoxlu antidepresantların demək olar ki, əksəriyyətini içmişəm. Yuxum yoxdur. O da məndə menopoz dönəmindən sonra olubdur. Belə 63 yaşım var. Təşəkkür edirik zənginizə. Baxın, tamaşaçının da elə sualı üzərindən yekun olaraq mövzumuzun artıq bu terapiya müalicə üsulunu dayanmaq istəyirəm ki, təşviş, həyəcan, yanlış yerə gedilən istiqamətlər yenə də sonunda əziyyət çəkən pasiyent və müalicəsi olunmayan bir seansa belə qədər gedilən bir yol. Doktor, depressiya müalicə olunurmu? Əslində, depressiyada, panik pozuntuda, təşviş həyəcan pozuntusu da çox gözəl müalicə olunur, əgər düzgün ünvana getsələr. Və bayaq deyirlər, psixoterapevtə getmişəm, onları aldadıblar. Təsəvvür edin, dişi ağrıyanda adam gedər stomatoloqa və stomatoloq qayçı götürər, başlayır onun saçına bərbər əvəzi xidmət göstərməyə. İnsanda sual yaranmaz ki, balam, stomatoloq axı dişimi müalicə eləməlidir. Eləcə də psixoterapevt adından bəllidir. Yəni, buna böyük bir savada malik olmağa ehtiyac yoxdur. Psixoterapiya seansı keçən adama deyilir. Əgər bu adam psixoterapiya seansı keçmirsə, ona necə psixoterapevt demək olar? Yəni, və burada da görürsünüz, buna deyirlər yatrogeniya, yəni elə bir dələduz, vicdansız, hansısa da yaxşılarından iraq o özünə həkim adlandıran bəziləri pasiyentin başına oyun açıblar, görürsünüzmü? Və bunun da nəticəsidir ki, doktor, bugün həmin bu xəstəliklərin müalicəsi var anlayışını bir dəfəmlik silib atıblar və o insanlar inam yoxdur ki, əgər illərdir getmişəm, nəticə yoxdursa, bundan sonra getsəm belə nə faydası? Ona görə demək istəyirəm ki, bunun müalicəsini, konkret müalicə varmı, müalicə olunurmu mesajını biz verək. Ancaq onun, bilirsinizmi, axı onlar düzgün ünvana getməyiblər, ona görə müalicə əldə eləməyiblər. Düzgün ünvanı bilməyiblər. Çünki əlbəttə ki, bunlar müalicə olunur, özü də çox gözəl müalicə olunur. Sadəcə olaraq bilirsiniz, burada əsas vacib məsələ nədir? Yenə qayıdıram onun üzərinə. Nevroloji xəstəliklər C kodu ilə gedir. Onların depressiyaya, təşvişə, panikaya aidiyyatı yoxdur. Bunlar hamısı psixoloji problemlərdir. Və ona görə də əsas müalicə üsulu psixoterapiya seansıdır. Sadəcə bir dərman yaza bilərik, o da ağır olmayan dərman preparatı. Onu da təyin eləmək üçün
onu özdə bəzən bir seans, bir müayinə kifayət eləmir. Çünki depressiyadan söhbət gedirsə, biz depressiyanın növünü müəyyənləşdirməliyik. 1. Ağırlıq dərəcəsini müəyyənləşdirməliyik. 2. Pasiyentin xarakterini müəyyənləşdirməliyik. 3. 4. Onun həyat tərzinə uyğun olaraq bu həm psixoterapiya seansını alqoritmin qururuq, həm də dərman seçirik. Çünki depressiya var, dopamin neyrotransmitteri ilə bağlıdır. Ona uyğun ayrı dərman preparatları var. Depressiya var, serotoninlə bağlıdır. Depressiya var, noradrenalinlə bağlıdır. Yəni bunların hamısını çox belə müayinə eləyib, anamnez toplayıb, dəqiq diaqnoz qoyandan sonra indi o qədər gözəl preparatlar var. Amma o qədər sayı çoxdur. O bir depressiya növünü bir pasiyentdə sağaldır, o birisində ağırlaşdıra bilər. Ona görə də kiminsə rəfiqəsi içir, kiminsə bəli, gözəl əczaçılar var. Ancaq təəssüf ki, bəzi dələduz apteklərdə dələduz işçilər də olur vicdanlılarla yanaşı və onların məqsədi əhalinin sağalmağına mane olmaqdır, belə çıxır ki. Çünki görürsünüz, məsələn, həkimin təyin elədiyi dərman preparatı hansı ki, pasiyenti sağaldacaq, onu satmaq istəmirlər. Deyir, bunu neyinirsən? Deyirlər ki, antidepressant asıllıq yaradır. Dünyasında antidepressant asıllıq yarada bilməz. Asıllığı yaradan dərmanların adını deyirəm bilsinlər. Anksiyolitiklər qrupu, trankvilizatorlar. Asıllığı onlar yaradır. Antidepressantları qəbul eləyəndə təəssüf ki, bunu da bəzən pasiyentlərə izah eləmirlər ki, 1 ildən, 9 aydan az qəbul eləməyin heç bir mənası yoxdur. 6 aydan sonra nəticə göstərir. Bəli, yəni o uzun müddət qəbul olunmalıdır və mütləq yanaşı psixoterapiya müalicəsi olmalıdır. Bu vacib bir şərtdir. Bəli, tam mükəmməl nəticəni istəyiriksə, Kamilə xanım, biz dərman müalicəsinə yanaşı psixoloji, psixoterapevt seanslar mütləq olmalıdır. Mütləq olmalıdır. Bizim son 3 dəqiqəmiz qaldı. Biz qısa onda deyim, demək, burada biz qeyd etdik səbəbləri hamısını da saya bilmədik, təbii ki, vaxt azlığından. Qısaca mən bütün tamaşaçılarıma demək istəyirəm ki, Elmir mənim qeyd etdiyi kimi, birinci psixiatr, psixoterapevt, yəni paralel getməlidir, psixoterapiyaya getməlidir. Birinci konkret diaqnoz qoyulduqdan sonra hansı istiqamətdə gedəcək? Bir də mən tamaşaçılarıma nəyi demək istəyirəm? Mən mənə müraciət edən insanlara da bunu həmişə deyirəm ki, çox xahiş edirəm, axıracan davam edəcəksinizsə gəlin. Çünki indi qeyd edirlər, bir seansa hansı nəticəni almaq olar? Düzdür, bəzi insanlar var ki, bilmirəm, onlar psixologiyanı nə dərəcədə qəbul edirlər. Ola bilsin ki, məmnun qalmayıb, peşəkarlığına şübhə edib, doktor geri çəkdi. Onda deməsin ki, almışam. O başqa bir məsələdir. Və bir seansa nəsə götürmək olar, hansısa bir hamıda yox. İnsanın fərdi psixoloji xüsusiyyəti var. Özü dərindən götürmək olmaz. Tam getdi deyə mümkün ola bilməz. Çünki insanın şuuraltı, birinci seans ümumiyyətlə diaqnostika seansıdır. Burada heç terapiya gedə bilmir. Bəli, ki bu necədir, hansı vəziyyətdir, bu hər tərəfli aydınlaşdırılsın və terapiyaya müraciət olunsun. Bəli, ən ağırlaşmamış forması, əgər intihar faktı varsa, ümumiyyətlə mənə elə gəlir ki, hansısa o terapevt onu imtina edəcək. Təbii ki, elə deyilmi? Çünki o birbaş yatızdırılmalıdır xəstəxanaya. Çünki səhərsi gün sən haradan əmin ola bilərsən ki, o sənin yanından gedəcək və intihar etməyəcək. Çünki orada ağır depressiyalarda artıq intihar var. Gətirib ağır depressiya vəziyyətinə çatdırmaq lazım deyil. İnsanlarda hansısa, bəli, zamanında, çünki kimsə deyə bilər ki, mən haradan bilim ki, mənim evladımda nədir? İnsanın vəziyyəti dəyişirsə, ümumiyyətlə, vaxt aşırı müəyyən bir zamanlarda ailə psixoloq olsun, bəli, profilaktik məqsədlərlə müraciət etsinlər və bu müraciətdə onlar varsa, mütləq psixoterapiya, müxtəlif terapiya üsulları var, kognitiv terapiya var, hipnoterapiya var, relaksasiya var, pozitiv terapiya var, çoxlu terapiya metodları var ki, hansı ki, depressiyanı aradan qaldırılması mümkün olur. Və insanlar da öz-özlərinin də psixoloqları olsunlar, daimi pozitiv olsunlar, həyatda hər şeyi real qəbul etsinlər. Yəni, bugün varsa, insan gücü hər şeydən yüksəkdədir və insan ona uyğunlaşacaq, itirmiş isə də buna da uyğunlaşmalıyıq. Çünki həyat davam edir, yaşamaq gözəldir, həyat gözəldir. Hər birinizə, bütün tamaşaçılarımıza depressiyadan uzaq, gözəl bir həyat arzulayıram. Əgər bunu bizim özümüz bacarıqsa, təbii ki, nə xoş ki bizə, amma unutmayaq ki, Kamilə xanım, sizlərə daha çox ehtiyacı olan insanlar, böyük bir ordu da var. Biz bayaq qısa seansın keçməsinə, baxın, nə qədər insanlara seans keçirsiniz, doktor, nə qədər müştərək olaraq insanları mən, məsələn, öz sahəm deyil deyə sizə yönəldirəm. Hətta seanslar bitdikdən sonra sizdən ayrılmayan pasiyentlər var. Bəs sizdən niyə bir seansa geri dönmürlər? Demək ki, burada peşəkarlıqdan gedir söhbət. O
xanım əgər deyirsə bir seansa geri dönmüşəm, inanın doktor, onun kökündə artıq baxıb görüb ki, yəni bunun heç bundan sonra gəlib davam etməyində bir fayda yoxdur deyə. Bəli, sadəcə hər zaman deyirik, biz proqramımızda və efirimizdə sözün əsl mənasında peşəkarlığa dayanacaq mütəxəssisləri ona görə dəvət edirik ki, burada heç bir maraq qarşılanmadan sadəcə sizlər mütəxəssisləri ayırt edə biləcək seçimi ən azından əldə edə biləsiniz. Bu şansı sizə biz bilməm bir fürsət olaraq veririk ki, doğru, düzgün, mütəxəssis bütün çarələrin demək olar önündə duran, ən öndə duran çıxış yoludur. Hər şey məhz oradan başlayır. Mən sizin hər birinizə gəldiyinizə görə, dəvətimizi qəbul etdiyinizə görə, bu dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Tamaşaçılara da vurğulayırıq. Bugün məhz biz ən ağır xəstəliklərdən, psixi xəstəliklərdən olan depressiyadan danışdıq hər birimizə. Təbii ki, xəstəlik qaçılmaz və danılmazdır. Heç kəs bundan sığortalanmayıb. Hər birimiz bu duruma düşəcək insanlarıq. Sadəcə istiqaməti düzgün götürək və bu gözəl mütəxəssisləri tanıyaq, tanımaq istəyək. Buna doğru meylimiz olsun. Hər şey məhz buradan başlayacaq. Salamat qalın. Bugünlük bu qədər. Gecəniz xeyrə qalsın.